Xüsusi sponsor Naftalan Medical Turizm şirkəti. Sponsorlar Şəmkir şəhəri MB Kulinariya Şirniyyat mağazası, Göran Ticarət Mərkəzi, Banu Mebel Salonu, Qızıl Qusar və Qusar Naturals təbii meyvə şirələri. Değerli dostlar, bildiğiniz gibi biz Astaradayıq. Komandamla bir yerdə bu həftə üst tutdum Astaraya və Astaranın Penser kəndindəyəm. Niyə məhz Penser? Bunu təbii ki bizim millətimiz olacaq. Çox savadlı və ziyalı bizim həm belə deyək, yazıçılar birinin üzvüdür, həm gözəl bir müəllimdir, həm gözəl də bir insandır. Savadlı bir ziyalı bir insandır. Təbii ki onu sizə birazdan təqdim edəcəm, amma bura gəlişimin səbəbi mənim çox dəyərli dostum, Respublikada artıq tanınmış bir insan, Cənub bölgəsinin sevilən bir siması Elmir Mədətoğlu. Elmir'i mən xoş gördüm və inşallah görüşlərimiz davamlı olsun. Mən Cənub bölgəsinə gəlirəmsə mütləq həm yazıçıları, həm şairləri, həm bəstəkarları, həm müğənniləri və dəyərli dostları yad edirəm. O dostlardan biri də hal-hazırda mənim yanımdadır Elmir Mədətoğlu. Mahnıları dillər əzbərdir və bir çox başımızın tanınmış sənətkarları. Xalq əsəri məhz elə Elmir'in bəstələdiyi mahnıları ifa edirlər. Elə o mahnılar ki, Elmir'in bəhrəsidir. Hər şey yaxşıdırmı? Çox şükür, xoş gəlmişsiniz komandayla. Qiyədə hər birinizi salamlayıram. Yaxşı ki varsınız, hər zamanki kimi dəyər verirsiniz. Biz dostları unutmuruq. Düzmü? İllərdə 10 ildən artıqdır. Bəli. Xoş gördük. Xoş gəlmisiniz. Xoşuna da görüşək. Fak müəllim. Fak müəllim, bayaq öncə xatırlatdım ki, dəyərli dostlar, biz hər bir bölgənin, hər bir rayonun, şəhərin çox belə deyək də, ziyalı, savadlı, vətənə xidmət edən, layiqli nümunəvi insanları var, ziyalıları var. Elə o ziyalılardan insanlarla bir də hal-hazırda bizimlə birgə həmsöhbətdir Fak müəllim. Fak müəllim, sizi xoş gördük Naval New-Yorkda, MTV kanalında. Xoş gəlmisiniz. Və doğrudan da siz kimi yaxşı insanları tanımaq sözün əsasında bizim xoş təəssüratdır. Siz həm yazarsınız, həm gözəl bəstəkarsınız, həm gözəl söz ustasısınız, həm gözəl bir kamil bir insansınız, müəllimsiniz. Yəni yetərincə sayısız hesabsız dövlətin belə də o titulları var da. Bir çox dövlət idarələrində işləmisiniz layiqincə və dövlət tərəfindən təşəkkürlər almısınız, xalq tərəfindən sevilmisiniz və bir neçə vəzifələrin sahibi olmuşsunuz. Bu da hər insana qismət olmur. Nə xoş sizə və mənə ki sizi yaxından tanıdım. Fak müəllim, biz hal-hazırda olduğumuz həyətdə təbii ki bura gəlməyimizin səbəbi var. Düzdürmü? Bu haqda bizə Hacı Teymur məsələ haqqında bizə və bizi izləyən izləyicilərə qısa olaraq məlumat verin. Çox gözəl, xoş gəlmisiniz. Kəndimiz demək olar ki, Astara rayonunun ən qədim kəndlərindən biridir. Yəni kəndimizin tarixi hələ 12-ci əsrdən başlayır. Ondan mən deyərdim ki, lap öncəyə gedir. Kənddə hal-hazırda mədəni obyektlərlə yanaşı 2 məscid də vardır. Bu məscidlərin tikinmə tarixi 18-ci əsrə təsadüf edir və hər iki kənddə yaşayan ziyalılar tərəfindən vaxtı ilə imkanlı şəxslər tərəfindən bu məscidlər inşa edilmişdir və bugün də tarixi abidə kimi qorunub saxlanılır. Bir də maraqlı niyə Penser kəndi? Bax, adı məsələn bu Talış dilində, düzdürmü? Yoxsa Bəli. Penser kəndinin adı Talış dilində Penser sözünün mənası yuxarı baş, başkənd deməkdir. Yuxarı baş, başkənd. Talış dilində tərcüməsi bu cür alınır. Yəni ki, Penəsə, yəni yuxarı baş, başkənd.
dili dili, ay dili dili, ay dili dili, ay dili dili. Evlerinin dalı mermer kayası, Ay dili dili, dili dili dilaver. ecem kokul kızıl gülün butası. Ay dili dili, dili dili dilaver. Benim yarım ürkek ceylan balası. Ay dili dili, dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Evlerinin dalı kalın meşədir. Ay dili dili, dili dili dilaver. Bağçaları çiçəkdir və nöşədir. Ay dili dili, dili dili dilaver. Ayar səndən az etməklə peşədir. Ay dili dili, dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Evlərinin dalı güldür çiçəkdir. Ay dili dili, dili dili dilaver. Güllərin yarpağı ləçək-ləçəkdir. Ay dili dili, dili dili dilaver. Bugün bağçamıza yar gələcəkdir. Ay dili dili, dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili, ay dili dili dilaver. Ay dili dili, ay dili dili dilaver. Dili dili, dili dili, dili dili dilaver. Ay dili dili, dili dili, dili dili dilaver. Dili dili, dili dili, dili dili dilaver. Ay dili dili, dili dili, dili dili dilaver. Dilaver. Yolçu dayan burada, düşün bu yerdə, soruş kimdir yatan bu tək qəbirdə. O bir türk zabiti doğulu haqdan, sənin yardımına gəldi uzaqdan. O sənin arxanda bir dağa döndü. Bu torpaq yolunda torpağa döndü. Yolçu bir anlığa burada dayan bir, ayak bastığın yer ona bosludur. Bu Bəxtiyar Vahabzadə. Bəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Və biz fərq qoymuruq Azərbaycan türkü. Çünki biz Azər türkü. Ona görə bir Azər türk olaraq öz millətimizlə, xalqımızla, dövlətimizlə fəxr edirik. Və şəhidlər ölməz, vətən bölünməzdir. Bu tarixi abidənin də demək olar ki, yaşı qədimdir. 1918-ci ildə bildiyiniz kimi Azərbaycan Respublikası müstəqilliyini qəbul edərkən burada bildiyiniz kimi, yəni ki, bolşeviklərlə ordumuz arasında, yəni o vaxt ki, müstəqil Azərbaycanda yaranan ilk ordu arasında böyük bir savaş müstəqillik uğrunda getmişdir. Bundan başqa deməli Türk ordusunun başçısı Nuru Paşanın başçılığı ilə Azərbaycanın müxtəlif bölgələrində, yəni bolşeviklərlə mübarizə aparmaqdan ötürü hərbi dəstələr göndərilmişdir
Belə ki, bizim zonaya da, yəni Astaraya da qeyd etdiyiniz kimi İslam ordusu gəlmiş, Türk İslam ordusu gəlmiş və bu ordunun tərkibində bu kənddə, yəni Penser kəndində bolşeviklərlə böyük bir mübarizə olmuşdur. Bu mübarizə nəticəsində hal-hazırda dayandığımız məzarda oyayan Türk zabiti elə bu məscidin həyətində bolşeviklərlə vuruşarkən şəhid olmuş və onun məzarı burada hal-hazırda burada dəfn olunmuşdur və məzarı dövlət tərəfindən bəli qorunub bir abidə kimi saxlanılır. Bu da gənc, əlbəttə ki, bu da gənc nəslə bir örnəkdir. Türk-Azərbaycan dostluğunun əyani təzahürüdür. Bu gözəl diyarda, gözəl bir məkanda mən istərdim ki, bir təşəkkür var. Təşəkkür ona ki, bizim Astaranın dəyərli oğlanı, dəyərli qardaşı, Cavad Rəcəbovun ən əziz istəkli qardaşı, qazi qardaşı, Ümid. Ümid elə bir insandır ki, tək Cənub bölgəsində yox, Azərbaycanda yaxşı tanınıb seçilən oğlanda. Elə Cavad müəllim ki, Astaraya gəlirsə, elə gedə elə birbaşa Ümid qardaşın Ümid restoranı. Burada otel var, stadion var, burada gözəl toy üçün zallar var, nişan, ad günah. Yəni bu məkanda elə bir məkandır ki, balaca bir yer deyil. Nə istəsən var. Ya ailənlə gəl burada istirahət elə, ya dostunla. Hətta Cənub bölgəsindən gələn biz kimi qonaqlar şəhərdən bu məkanda rahat istirahət edə bilər. Nə istəsən, balıq ləbənçisi, toyuq ləbənçisi. Yəni Astaranın mətbəxi məhz elə burada, Ümiddə. Elə ümid varam ki, bura gələn qonaqlar həmişə xoş arzularla, təəssüratla ayrılar. Mən bayaqdan bir şey demək istəyirəm. Bax, bu müğənnilər bir yerə yığışanda niyə qıdı danışırlar? Dedikodu olur. Dedikodu olur da sözdür. Səsə küyə bax o tərəfdə, nə tər danışırlar. Mən bir şey demək istəyirəm, dana nənəm qurban. Mən bura Masallıya gəlirdimsə, Lənkəran Cənub bölgəsinə gəlirdim, Səmaya o kişini görmək istəyirdim, görürəm ondan ötürü. Cavad Rəcəbov. Ona o qədər deyəcəklərim var, o qədər deyəcəklərim var. Buradadır mı, gəlibmi? Cavad Rəcəbov buradadır, özü əyləşib orada çay məsasında. Amma baba görmə əl elə var. Əl edir. Hələ Cavad müəllim, gəl Cavad müəllim, gəl, sən istəyir. O olan yerdə elə səs-küy olmazdı, xeyr ola. Onu görüb həvəs belə səs-küy yanıqda, sevənləri zamanı. Amma burada Mehdi qardaş çox gözəl bir işin rəhbəridir, icrası direktordur. Elə Cavad müəllimin dostlarıdır. Ay sənə qurban olum. Nə tər Cavad müəllim? Mən elə bu anda Cavad müəllim adından, öz adımızdan Ümid qardaşımıza, onun kollektivinə və Mehdi bəyə minnətdarlar ki, nə yaş bu məkanı xalqın ixtiyarına buraxıb. Mən bir söz deyim ki, Ümid qardaşımız çox gözəl insandır. Bəli, dəyərli insandır. Bizim Cənub bölgəsinin deyərdim ki, gözəli. Hər cəhətdə. İnan ki, burada toyda olurum, tədbirlərdə olurum. Bir ədəb ərkanla qarşılayır. Hörmətli, izzətli. Hörmətli. Siz özü də hörmətli insanlar. Niyə biz bu yaxınlarda toyda olmuşduq? Yadındadır burada. Ümumiyyətlə burada toylar möhtəşəm keçir. Çünki buranın işlədəni, buranın nəzarəti, rəhbəri gözəl insandır, dəyərli insanlar. Personalı da güləriz, süper. Mehdi qardaşım da başladı. Bəli, əlbəttə. Çünki əgər başda Ümid, Mehdi varsa, onun komandası belə olmalıdır. Mən bir söz deyim, Cavad müəllim. Mən bura gələndən o personalı bilmirəm, o Mehdi var ha. Məni çaysız qoymadı. Elə getdi ki, ay nənə çay verim, ay nənə çay verim. Bunu oyana qoy görüm, mən səndə görüm maşın durur mu? Maşın. Maşın durur. Hə. Bizdə, bizim Cənubda kişilərə deyirlər dədə balası. Hə. Xanımlara deyirlər ay nənə balası. Cənuba xoş gəlmisən Astaraya. Ey boy sərvi qaşqara, göz qara, rəhm elə yarə dilbəra, dilbəra. Ürəyimi yarımla bölüşmüş
etmişəm mən. Düşəni bu eşqə çox değişmişəm mən. Bir güzelin eşqinə düşmüşəm mən. Özü baş ağrısı dil bəla, dil bəla. Özü baş ağrısı dil bəla, dil bəla. Ey boy sərvi qaş qara, göz qara. Rəhm elə yarə dil bəra, dil bəra. Ey boy sərvi qaş qara, göz qara. Rəhm elə yarə dil bəra, dil bəra. Yenə bülbül naləsi gəldi bağdan. Səs yanıqlıdır getməyir qulaqdan. Bülbül ahı fəğanədir budaqdan. Naz edir ona gül bəla, gül bəla. Naz edir ona gül bəla, gül bəla. Ey boyu sərvi qaş qara, göz qara. Rəhm elə yarə dil bəra, dil bəra. Ey boyu sərvi qaş qara, göz qara. Rəhm elə yarə dil bəra, dil bəra. Səfalı günlərim sən mənim. Gəl ki cəfalı günlərim sən mənim. Sənəm bəlalı günlərim sən mənim. Sənlə hər keçən ay bəla, il bəla. Sənlə hər keçən ay bəla, il bəla. Ey boyu sərvi qaş qara, göz qara. Rəhm elə yarə dil bəra, dil bəra. Ey boyu sərvi qaş qara, göz qara. Rəhm elə yarə dil bəra, dil bəra. Məcnun açmayıb ki baş bu bəladan. O əriyib yavaş yavaş bu bəladan. Ağıl deyir uzaqlaş bu bəladan. Ürəyi deyir ki gəl bəla, gəl bəla. Ürəyi deyir ki gəl bəla, gəl bəla. Ey boyu sərvi qaş qara, göz qara. Rəhm elə yarə dil bəra, dil bəra. Ey boyu sərvi qaş qara, göz qara. Rəhm elə yarə dil bəra, dil bəra. Ey boyu sərvi qaş qara, göz qara. Rəhm elə yarə dil bəra, dil bəra. Ey boyu sərvi qaş qara, göz qara. Rəhm elə yarə dil bəra, dil bəra. Naftalan Medical Turizm şirkəti Azərbaycan bütün bölgələrini əhatə edərək daim xidmətinizdədir. Sağlam həyat, düzgün seçim. Naftalan Medical Turizm şirkətinə əməkdaşlıq edərək istəyinizə nail ola bilərsiniz. Xoş istirahət, düzgün qidalanma, münasib qiymət. Bundan hamısı bir ünvanda. Gecələmək üçün rahat yataqlar və komfortlu otaqlar. Paytaxtımız Bakı şəhərindən Naftalana transfer xidməti. Həmçinin maraqlı turizmlər. Bunlar yalnız və yalnız bizim Naftalan Medical Turizm şirkətinin öz xidməti və təbii ki, bu xidmətdən hər kəs yararlı bilər. Sağlamlığınızı daima düşünən Naftalan Medical Turizm şirkətinin kollektivi hər zaman xidmətinizdədir. Şəmkir şəhərində fəaliyyət göstərən MB Kulinaria Şirniyyat mağazasını sizə təqdim edirəm. Şəmkir şəhərinin mərkəzində dadı damağınızda qalacaq ləzzətlərin evi MB Kulinaria Şirniyyat evi artıq xidmətinizdədir. Dadlı və tamlı, bol çeşidli şirniyyatlar və tortlar. Burada hər zövqə uyğun klassik və müasir tortlar, desertlər, paxlavalar, pryaniklər, kekslər və ev üsulu şirniyyatlar sizi gözləyir. Toy, nişan, ad günü, korporativ və digər tədbirlər üçün istədiyiniz dizaynda tortlar və desertlər hazırlanır. Yalnız təbii və keyfiyyətli məhsullardan ibarət olan MB Kulinariyada təmizlik, zövq və ləzzət bir arada. Gəlin, sevdiklərinizi MB Kulinariyanın ləzzətləri ilə sevindirin. Ünvan Şəmkir şəhəri, Şıxəli Qurbanov 1. Əlaqə 070 310 99 91.
Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən qızıl qusar və qusar Naturals meyvə şirələri. Göranlar rayonu Göran Ticarət Mərkəzi və bağlı meyvə salonuna daxil olduq. Mən bilmə görə ilin sonuna qədər daimi müştərilərə məbləğini asma olmayaraq bizə müraciət edən hər bir müştəri orada uduşlu loteriya oynuyor. Bəli, uduşlu loteriyamız var. İnşallah ki, məhsul əldə edirsiniz. İl sonuna qədər bu kampaniyamız var ki, yaxınlaşdığınız təqdirdə hədiyyə əldə edirsiniz və xüsusi bir də təklifimiz var ki, bəzi məhsullar var, yataq qonaq komplektlər ki, götürdüyünüz təqdirdə xalça, yəni taxtın yanlığı üçün kilən xalça və hədiyyə olaraq verilir. Və bu məhsullarımız var. Paltar yuyan, televizor, ət çəkən, son oyun şah hədiyyələrimiz də var. Yəni bir sözlə də bura gələn müştəri əli boş getmir. Maşallah, qiymət münasib, sərfəli kredi şərtləri və eyni zamanda rəngarəng, bol çeşidli, keyfiyyəti və zövqlü mebellər bağlı meyvə salonunda. Gəlin, görün, baxın. Özünüz qiymətləndirin, biz heç bir şey deyəlim. Harda? Göranda, bağlı meyvə salonunda. Gəlməyə, görməyə dəyər. Bəli dostlar, bu anda mən istəmişim mənim dəyərli dostum, Cənub bölgəsinin gözəl xanımı Siması Gülel Öpüriyeva. Ay, nənə də gəldi. Ay, nənən qurban. Deyirəm ki, ot. Bəs cana, qoy biraz mən gedim qızın yanına, bayaqdan ona balet eləyirəm də ona. Deyirəm ki, nənən qurban. Bir dur ayağa, dur. Sən bax. İndi belə saç yalandan qoyurlar nənən qurban. Amma öz saçıdır, təbii. Yoxdan ha, deyirəm, yalandan ot nənən qurban. Qırılıb eləyərsən ha, qız bu qədər də belə normal nazik qız mı olar? Yalandan qoyurlar, uzadırlar. Üz topuğuna qədər, sonra da özlərini caz belə çırpırlar, deyirəm. Nənə da qama qalı nənədir. Qulaq as görüm, gözlərin də özünküdür. Bir dənə gözünüz. Ay qız, linzan özünküdür, ana gözün özünküdür. Bu badam gözlər gözünküdür. Deyirəm, bu duet məsələsi var. Deyirlər ki, güya sən oxuduğunla kral deyirlər. Düzdürmü? Deyirlərmiş, yoxsa indi də deyirlər. İndi də deyirlər. Amma bir şey bana ki, Gülel xanım tək elindən oxumur. Bir neçə ifası ilə oxuyub. Hətta yenə də oxuyar. Başqa kim olsa, təklif verərsə baxır o səsinə, sənətinə, oxşarlığına varsa oxuyur. Bu xanım da yəni yox sözü yoxdur. Deyirəm, bəzi ifaçılar gedirlər kimisə yanında oxuyurlar ki, bu da biraz tanısın eləsin də. Deyirəm, bir özün təkcəni oxuyub, bir özünü belə tanıtmırsan. Gülün tək ifadə var. İfalarım var, tək də oxuyuram və tək ifalarım yox. Yox, eşitməyib də. Mən eşitmişəm, bu eşitməyib. Nə eşitməyib də? Ona görə demirəm, aynı eləm Quran. Yəni, bir də sən təkcəni hara gedərsən, ha qız. Elə mən mənliyimlə cənuba gəlmişəm, amma elçi sürsən nə qaracaqsan? Yəni, məzəlisindən qalmır da. Məzəli nənə də, ha. Deyirəm, yəni, bu indi hansının yanına gedirsən, müğənnilərin yanına gedirsən, hamı deyir ki, o müğənnidir, o oxuyandır. Sənin belə qalmaqallarla heç işin yoxdur. Yox, bu nə qalmaqal? Mənim haqqımda deyirlər, amma mənim heç kimlə işim yoxdur, danışsınlar. Yəni, məhəl qoymursan heç birinə, elə lap yaxşısın. Bu xanım deyir ki, mənim səsim var, sənətim var, özünə güvənir. İndi gəlsin gözəl bir Güneldən ifa təqdim edək, elə sən də dinlə, eşit. Qalmasın
Maşallah, maşallah, maşallah. Sevsin, deyir ki, məni sevin da. Niyə də sevməsin? Sevirlər ki, bütün hamın toylara çağırır, gedir oynamaq, oxumaq adana. toylarda Bayaqdan şahid baxıram, deyirəm, qırqızlılar da doludur, amma maşallah, toyları yaxşıdır. Həmişə bol olsun. Yaxşı Amma olsun. inşallah yeni mahnılarla mütləq yenidən görüşək. Sənin bölgəsinə gələndə. Amma bu səfər sən gəl də Bakıya, küləkləşəndə. Gələcəm inşallah. Haçanı dəvət edəsiz? Severəm. Bu xanım efirlərdən qaçmır ha. Ona görə bu xanımı biz nə etməliyik, hər zaman yad etməliyik. Amma sənə oğullar, doğrudan da yanaşırsan efirə, maşallah. Yəni gözəllik, səs, hər şey yerində. Ay nənəm qurban, kabulukdasan. Kabulukdasan. Sən də mənim kimi boyun balacadır. Gəl Onu da gedək. yola sal gəlsin. Deyirlər Edil arasında, ya gözəl mənzərə, gözəl bağ, həyəti genişdir, dağın ətəyində. Valla biz elə Asıra gəldik, əsl sözün mənasında dağın ətəyindəyik. Gözəl mənzərədəyik, Asırada. Elmir bəyin həyətində, evində. Amma baxmayaraq sahəsi böyükdür və burada görürsünüz da, naringil, portağal, hətta arıların belə qutularını görürük biz. Qutular ancaq qutular deyil. Qutular. Heç yox da, yəni o mövsüm deyil. Burada yəni nə istəsən var, təbii ki, Asıralara gələndə nə düşür yadımıza? Naringil, yəni mandalin, portağal və burada limonun çayı, yəni Lənkəran, Asıra, Masalı. Bu bölgənin qaymaqlarda, yəni bununla tanınır, simvol bunlardır. Ləməngi, təndiri. Necədir vəziyyət? Elmir, hər şey yaxşıdır? Çox şükür. Sən danış görək. Deyir o bəstəkar, indi şairlər də, indi sən həm şairsən, həm bəstəkarsan da. Düz sən inşallah şansını gətirər. Vallahi elə yazarlar var ki, onların mahnıları tutur və bir çox müğənnilər onların mahnılarını oxuyur. Amma belə bu insanın qızıl kəlamlar yazır. Bəzi müğənnilər nədənsə bu mahnıya biganə yanaşırlar. Bəli, tamamilə. Belə bəstəkarları unutmayaq. Sevək dəstələri. İndi birazdan sürədə əyləşəcəyik. Gözəl bir ailədə qonaq olacaq, Elmir bəyin ailəsində. Savadlı və ziyalı ailədə. Bu evə də hər adam gəlmir ha. Onu deyim. Hər çəkişdə gəlmir. Və bizim üçün çox gözəl Asıra süfrəsi hazırlayıb. Asıra çayı süfrəsi, Asıra xörəkləri. Yəni bir sözlə bu gün vur çatlasın və gözəl dostlarla əyləncəli bir an yaşayacaq Asırada. Və sənin öz məhsulundur, öz bağındır qardaş. Yiyənlərə halal olsun, sən də yiyəm, mən də yiyəm. Öz bağın, öz əziyyətin, zəhmətin də beləsidir. Mən yiyəcəm, mən oturma. Ya danış görək, nə var, nə yox? Naringi ilə, portağalla bu həyətdə necə olasan ki, yaxşı və siz deyən kimi yəni mükəmməl bir mahnı bəstələməyəsən. Bu təbiətdə doğulan... Sənə ruhu qida verir də. Bəli, əlbəttə ki. Saçlarının rəngi payızdır, gözlərinin rəngi dəniz. Almaya bənzər yanağını var, ay üzün aydan da təmiz. Gönçə dodaqlarda gülüşlər, yenə gözlərimə görünsün. Məni məndən alan öpüşlər, yenə ətrafıma bürüsün. Gönçə dodaqlarda gülüşlər, yenə gözlərimə görünsün. Məni məndən alan öpüşlər, yenə ətrafıma bürüsün. Günləri saydım, sənə çatdım əzizim. Dərdi qəmi başımdan atdım əzizim. Yuxuna gəlmək üçün, üzünü görmək üçün, tək səni fikirləşib yatdım əzizim. Günləri saydım, sənə çatdım əzizim. Dərdi qəmi başımdan atdım əzizim. Yuxuna gəlmək üçün, üzünü görmək üçün, tək səni fikirləşib yatdım əzizim.
dodaqlar Gör necə qəlbim közəlir Hər baxışından ürəyimdə Bir yeni dünya düzəlir Gönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Gönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Günləri saydım sana çatdım əzizim Dərdi qəmi başımdan attım əzizim Yox ona gəlmək üçün Üzünü görmək üçün Tək səni fikirləşib yatdım əzizim Günləri saydım sana çatdım əzizim Dərdi qəmi başımdan attım əzizim Yox ona gəlmək üçün Üzünü görmək üçün Tək səni fikirləşib yatdım əzizim Yox ona gəlmək üçün Üzünü görmək üçün Tək səni fikirləşib yatdım əzizim Təşəkkürlər Elşən. İnanıram ki, gözəl mahnılar hələ də səni gözləyir. Təbii ki, təzə ildə gəlir 2026. Orada da yəqin ki, yeni mahnı, yeni klip olacaq Elşən Quliyevdə. Həm sosial şəbəkələrdə, həm efirlərdə. Minnətdaram. Gəldiyiniz üçün çox sağ ol. İnşallah görüşəcək. Nələrin deyəcəyi varmı? Sağ ol, nənə qurban, heç nə səsin ucalardan gəlsin. İnşallah təzədən bir də görüşəcəyik. İnşallah. Niyə də olmasın? Gələn qonaqlar da maşallah Bakıdan, Gəncədən, Azərbaycanımızın Lənkərandan, Masallıdan, Biləsuvardan, hər yerdən gəliblər. Mən çox sevindim. Sizi deyib gəldik. Səmimi komanda. Mənim ürəyim, Səidə xanım, Allah onun canını salamat eləsin. Hər dəfə onun bir məkanı, bir efir bölüşəndə çox sevinirəm. Bax, Eldur qardaşım, Sahil qardaşım və bütün digər sənətçilərimizə bizi sahib gəldiklərinə görə təşəkkür edirəm. Biz də vaxt olar ki, bizi sayarlar, biz də onların məclislərinə və çəkilişlərinə gedərik. İnşallah. Nənənin sözü, suallar ver. Mənim sözüm nə olacaq? Görmürsən harda durmuşam, elə. Yəni, belə oxuyurdular, elə bilirdi ki, yenə də gözəl cavanların yanında durur, cavanların yanında. Ortada durmuşam. Yamansan, yaman. Qıza etiraf eləyirəm mahnıdan, səni sevəndən. Qoymur qıza etiraf edir. Yazıq mənim nə qayrım qadan alım. İndi bunların elə gələcəyi var da, tapıb sevəcəkdi. Mənimki ki, o ələk-mələnib, göyür, qəlbirim, göyür. Aynen. Cavanlar bir etiraf eləsin də. Bayaq bir dənəsi var idi, gəlmişdi. Deyirəm, evlisən mi? Qaydır ki, niyə deyirdi, efirdə dedin ki, mən evliyəm deyə. Bəlkə bir talib çıxacaq, mənim başım çıxmır. Bunlar oxumağa gəlir, yoxsa evlənməyə gəlir. Yox, indi Cavad müəllim daha yaxşı bilər. O vaxtı müğənnilərə deyirdilər ki, evləndiyi hiss elətdirmə. Mənim atam da xanəndə olub. Hələ siz özünə nə sərf edirsə o da. Evlənməyi Hər kəs özləri. İndi var idi belə şeylər. Oxuyan gec evlənər. Cavad müəllim. Yamansız, yaman. Bu kişilərin hamısı belədir. Amma deyirəm, ay emin nənəm. Maraqlı verir. Bura gəlib çıxdıq, bax, şahın yanında, kralın yanında, şahzadənin yanında. Bu cürə gözəl müğənnilərin mənim ürəyimin parasının yanında, Səidənin yanında ölürəm də onun özündən ötürü, ifasından ötürü işte nəsil duvaqlar sevirdim də. Allah gəni rəhmət eləsin. Ölürdüm ona, bir baxırdım özdə də demişim, arada danışırım ondan. Allah hamımıza can sağlığı versin. Amin. Allah sizi heç vaxt bizim səhnəmizdən, efirlərimizdən əsir eləməsin. Hələ bu birisine bax, bu barı. Cananan deyil o, cananan. O mənim canımı aldı ta. Qız biləcənəm. Hayır, deyirəm, nə yiyirsən, deyir, nə yiyirsən yiyirəm. Mən də gedirəm, yiyirəm, mən bolunuram bu benim. Növbəli bir ifa gəlir. Yenə Sahil Qafalovun öz avazı, öz nəğməsi. Təqdim edək, sevərək. Ağlımı başdan almısan benim, seni sevenden. Başımın tacı olmuşsan benim, seni sevenden.
Ağlımı başdan almısan benim seni sevenden. Başımın tacı olmuşsan benim seni sevenden. Ağlımı baştan almısan benim seni sevenden. Başımın tacı olmuşsan benim seni sevenden. Kör olup gözlerim görmür heç kimi. Görəsən severdim mən axı kimi. Kör olup gözlerim görmür heç kimi. Görəsən severdim mən axı kimi. Huri sən mələksən mənim gözümdə. Huri sən mələksən mənim gözümdə. Mən sənə aşiqəm dəlilər kimi. Mən sənə aşiqəm dəlilər kimi. Ağlımı başdan almısan benim səni sevəndən. Başımın tacı olmuşsan benim səni sevəndən. Ağlımı başdan almısan benim səni sevəndən. Başımın tacı olmuşsan benim səni sevəndən. Ağlımı başdan almısan benim seni sevenden. Başımın tacı olmuşsan benim seni sevenden. Ağlımı baştan almısan benim seni sevenden. Başımın tacı olmuşsan benim seni sevenden. Çok güzel. Sahil Qafarov mənim sevdiyim müğənnilərdən biridir. Bəli. Çox sağ ol. Deyərdim, birincisidir. Onun xeyir duasını mən vermişəm. Bəli. Sağ olsun da bugüne kadar da onu itirmir. Hər bayramda, hər təzə ildə görüşürük, mənim hinduşka payımı göndərir. Ha. Söhbət ondan gelmir. Şimdi diqqət dəyərdən gedir. Cavad Rəzəvov sənə uğurlar arzulayır. Çox sağ ol Cavad müəllim. Sənin gələcəyin var, mən bunu 4 il bundan qabaq demişəm. Öpürəm sənin əllərini, gözlərini. Bax, bu da növbəti Amma- ifası olaraq sənin yanına gəldi. Çünki Cavad müəllim sənin nəğməni eşitdi, gəldi sənin niyə? Amma bir dənə də söz deyim, ha, Cavad müəllim də elə belə müəllim deyil. Dedi bayaq ki, hündüşka dedi, ha hündüşka söhbətini. Oradan ora hündüşka getməyinə baxma. Cavad müəllim də həmişə içi dolu balıqlar göndərir. Bəli, Düzdürəm hörmət hədiyyə qarşılıqlıdır. Hamısından xəbərim var. Sən ona bunu oxumağına baxma ginən. Emin, bu illəri söz vermişəm ki, dekabrın 30'u yaxşı bir qırdabiz balıq, Aha, bəh, bəh. ziyad balığı, ləvəngin təndirə qoyulmuş. Ay maşallah. Paracıyam öz Əlinlə. əlimlə. Bilasvara. Biləsuvarda verəcəm. O da mənim. Sənə pay verəcək. Həştərxan toyuğumu verəcəyəm. Verəcəyəm mənə. Pay gətirərlər, onu deyərlər. Minnətdaram. Ay qız de görüm o balıqdan zaten yiyirsən heç olmasa sağ yoxsa yalandan sən də məndən qırığa qalmışıq eləmi? Qəşəngdir. Qəşəngdir. Nanay. Gözəl oynayırdı. Mənim balam ən gözəlim bu oynayırdı. Hə? Nənə balası. Bu qız Ölürəm. neynədirsə mən ağlım çıxdı başımdan. Məni Emin show biznesə gətirdi. Dedim çox istəyirdim aparıcı olum. Amma bu kişinin sayəsində deyirsən sən xeyir dua vermişəm. Mən nə qanırdım bu qocar adamdan bu. Bu kişi də mənim xeyir duamı nə təri veribsə Azərbaycanı gəzdirəm. Durmaq söhbət. Hamınıza can sağlığı arzulayırıq. Sizə də uğurlar. Cavad bəy, sən mənim qardaşımsan. Bilirsən səni dünyalar qədər çox sevirəm. Bax Fatma cicimin görünə and olsun. O dəyərli. Sənin ad gününə yox, özüm söz vermişəm. Özüm söz vermişəm. Sənin ad gününə özüm bu bacım gələcək. İnşallah. Salam aleyküm. Ay aleyküm salam. Necəsən? Nə var? Salam. Xoş İşlər gəldiniz. necədir? Elhamdülillah. Allah razı olsun. Artıq məncə Allahabadda maşallah ağlı mobil artıq hər kəsin dilində əzbərdir. Bəli, dillərdə əzbərdir və əsas da odur ki, bu dəqiqə rayonun düz mərkəzindəyik. Böyle axım, tələbat olan bir yerdə. Bəli.
İnsanların zövqünə oxşuyursunuz. Allah Və mən gördüm 2 mərtəbədən ibarətdir. Bəli, Düzdür? bəli, bəli. Həm Müasir masası, görkəmdə hər şey var da. Yəni bu aura mebeldə auramızı davamlı yeniləyək. Bəli. Aura nə deməkdir? İnsanlara böyük bir yüksək aura, Bəli. enerji götürsən, yaxşı bir həm aura pozitiv var. enerji, həm yüksək keyfiyyətli məhsullar. Məhsullar, bəli. Bol çeşid, rəngarəng, zövqlü və keyfiyyətli, yerli və Türkiyənin istehsalı olan ən gözəl evə yaraşan mebellər harda? Aura mebeldə. Və mən bir məsləhət də görərdim ki, artıq yeni il gəlir. 2025-i yola salıb 2026-ını qarşılayacaq. Öz alıcılarınıza yeni ildə yeni kampaniyalar, yeni təkliflər var. Düzdürmü? Bəli, bəli. Hal-hazırda 3 dənə kampaniyamız davam etməkdədir və yenisi də qarşıdan gəlir. Xüsusi olaraq cehizlik kampaniyamız var, zinət əşyası. O çox önəmlidir. Bəli, bəli. Diqqətli olaq. Deməli, qız atası gəlir, cehizi alır övladına, gəlin bacımız qızıl üstü zinət əşyasını hədiyyə qazanır biz tərəfdən və sonda onu aparır özü ilə oğlan evinə. Maşallah. Həm mebel əldə eləyir, həm üstəlik bonusda ən bahalı hədiyyələr. Bəli, bəli. İndi al, 3 ay sonra ödə. Bəli, Kampaniyası da var. Bu kampaniyadan yararlana bilərsiniz. Bir sözlə, gəlin bu Aura mebel salonuna həm ticarət mərkəzi kimi fəaliyyət göstərici Əlabadda, həm də mebel salonu kimi. Valla burada nə istəsəniz var, yox sözü eşidə bilməzsiniz. Münasib qiymət, yüksək keyfiyyət. Harda? Aura mebeldə. Gəlməyə və görməyə dəyər. Hər kəsi gözləyirəm. Ey mənim cismim, ey mənim ruhum, səbəbi bilməyən, nədənsə sönməyən alov var, heç vaxt dinməz. Ey mənim sevincim, ey mənim kədərim, duyğular mislərim, həyatımı rəngləndirən ağ və qara rəngim. Hem zerreyim, hem sonsuz deryayım. Bu dünyaya gelip giden yolcuyum. Biraz sükutum, biraz feryadım, biraz gerçeğim, biraz yalanım. Mağlup olup yine ayağa kalkarım. Ey mənim qışım, ey mənim yazım, değişen fəsillərin soyuğunda, dolub istisində isindim. Mənə özümü tapdıran dərdim, sevincim, həyatımın aynası, rəngim. Hem zerreyim, hem sonsuz deryayım. Bu dünyaya gelip giden yolcuyum. Biraz sükutum, biraz feryadım, biraz gerçeğim, biraz yalanım. Mağlup olup yine ayağa kalkarım.
Sizə can sağlığı arzulayırıq. Bu dəfə də biz hamımız bir yerdə elə Astaradan hamıya dedik. Nə var, nə yox? Bəli, dəyərli dostlar, elə biz sizinlə elə burada sağollaşırıq ki, biz yenidən gələnimizdə görüşmək ümidi ilə eyni vaxtda, eyni saatda Dəyişməz kanalında MTV Azərbaycan efində. Amma Cavad Rəcəbovun dəvəti ilə gəldik Cəlal bölgəsindən Astaraya və təbii ki, sənətkarımıza gözəl bir veriş həsil etdik və təbii ki, gənclərimiz də Cavad mənim adını eşidilər, eşitməz, hamısı gəldi ki, mən də varam və Cavad mənim sənətini dəstəkləyirəm, biz də İrəqəmlərimiz qonaq olaq. Hər birinizə minnətdaram. Böyük sənətkar. Bəli. 2 gündür ekibimizdə Cavad müəllimə bir tapşırıq var ki, Astarada qulubumuzda dururlar, komandamıza bəli. Bəli, həmişə olur. Cavad müəllim canın bölgəsində varsa demək hər şey mükəmməldir. Minnətdarıq sizə. Ümid qardaşımıza da bəli. Bizim hörmətli qazimiz, dostumuz, bəli. Təşəkkür edirəm. Mehdi bəyə. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə sağlam. Qazilərimizə can sağlığı versin. Arzu edirik yeni görüşlərə qədər. Bəli. Özünüzə müğayət olun. Allah manada. Salamat qalın.